Quliyev isə aktrisalıq eləyir. Bəli, aktrisalıq eləyir. Heç kişi aktyorlar da belə hərəkətlər eləmir. Ona görə mən aktrisalıq deyirəm. İlham Əliyev buna şərait yaradıb, gedir İsveçriyə, gedir nə bilim Türkiyəyə, gedir Böyük Britaniyaya, at yarışlarına, Formula 1 yarışlarına və həmişə də əksər hallarda da prezidentin bu sumka daşıyan köməkçisi Anar Ələkbərovla bərabər olur. Hə? Nə məsələdir? Sən niyə Dövlət Sərhəd Xidmətinin başında deyilsən? Əskərlərin niyə ölür sənin? Hə? Niyə ölür? Baxın videoya. Bu videonu sildirməyə çalışacaqlar. Çünki bu video məhz Elçin Quliyevin istifasına səbəb ola biləcək videodur. Əgər onda utanma, həya hissi olsa bu videoya görə istifa verər. Dövlət Sərhəd Xidmətinin əskəri tikintiyə cəlb olunur. Xüsusilə Qarabağda. O tikilən evlər var. Ha, o tikilən evlərdə pulsuz işlədirlər. Dövlət Sərhəd Xidmətinin əskərlərini konkret mənə informasiya verilib Laçından. Laçında o yaşayış evləri tikirlər. Ha, qaydan Laçınlılara. Tikilişində məhz Dövlət Sərhəd Xidmətinin əskərləri də pulsuz işçi əməyinə cəlb edilib, tikintisinə, təmirinə, fəhlə kimi işlədirlər. Hətta utanmırlar, Dövlət Sərhəd Xidmətinin formasında işlədirlər. Türkiyə tikinti şirkətlərinə risk eləmirlər o qədər, amma Azərbaycanın Laçında xüsusilə o yaşayış evləri tikən tikinti şirkətləri Dövlət Sərhəd Xidmətinin müvafiq generalları ilə, rəhbərləri ilə danışır. 1500-1700 manat işçi pulu kimi yazdırırlar, kimlərinsə adlarını. O pulları əskərlərə belə vermirlər, baxmayaraq ki, DSX-nın əskərlərini orada fəhlə kimi işlədirlər. Yeyirlər. Tikintidən də yeyirlər. Əskəri də belə alçaldıb işlədirlər. Axı Dövlət Sərhəd Xidmətinin vəzifəsi deyil ki, Qarabağda ev tiksin, ev təmir eləsin. Bax, bu görüntülərə açıqlama verəcəkmi? Dövlət Sərhəd Xidmətinin əskəri, gənc əskərdir görsənir də, 18 yaşı varmı, 19 yaşı varmı? Niyə işlədilir? Bu görüntüyə cavab verəcəkmi Dövlət Sərhəd Xidməti? Yoxsa yenə öləcək Elçin Quliyev? Necə ki, əskər Əsədov Hüseyn Həmzəoğlunun ölümünü gizlədirlər. Bu haqda informasiya vermirlər, paylaşmırlar. DSX açıqlama vermir ki, niyə ölüb bu əskər?